Salam, xoş gördük sizləri. Bugün sizinlə suyun duzluğuna aid bir məsələ izahına baxacağıq. Deməli, məsələmizin şərtində nə deyir? Deyir ki, duzluğu 10% olan 5 ton suyumuz var birinci növbədə. Yazın, bu tipli məsələlərdə hər zaman deyirik ki, su, bir də duz tənasübünü vururuq. Sonra deyir ki, 5 ton suyumuz var, duzluğu da 10%-dir. 5 tonu qeyd elədik. Duzluğu da 10% ise 1 ton suyun duzluğu 10%'dir. Ve 5 ton suyun duzluğu ne kadar olacak? 5'i vurarıq 10'a. Sonra deyir ki, 5 ton suyun üzerine onun 30% kadar, yani 5 tonun 30% kadar su əlavə olunur. Plus 5 ton üzerine geldik, 5'in 30%. 5 bölü 30 bölü 100. Digər tərəfdə nə deyir? 30% kadar duzluğu 20% olan su. Yani bu alınan suyun duzluğu 20%'dir. Onda üzerine gələcəyik. Bu nə qədər edir? 5'i vurarıq 30'a bölərik 100'ə, eləyir 1,5 1,5 litr. Buraya yazarıq belə 1,5 litrimizi. Daha doğrusu tonumuzu. 1,5 ton. Burada da həmin bu 1,5 ton suyun duzluğu 20%'dir. Onda nə edəcəyik? 20'ni vuracağıq 1,5'ə. Tənasübümüzün birinci hissəsini qurduq. Sonra deyir ki, yeni suyun duzluğu ne kadar olur? Yeni suyumuz yani 1 tonda ne kadar duz olur? X ton, X gram duz olur. Əsas isə tənasübün qurulmasıdır. Tənasübü qurduqdan sonra çarpaz şəkildə vurarıq bir-birinə. Deməli, 5'in üzərinə 1,5'i gələrik, eləyər 6,5 ton. Bərabərdir. 6,5 X daha doğrusu. X'i vuruq axı bura. Daha sonra buranı da hesablayırıq. 50, üstə gəl. 20'yi de 1,5'e vuraraq eləyər 30. 6,5x bərabərdir. 50 üstə gəl 30, 80. X də bərabərdir. 80 bölünsün 6,5. Buradan da alasınız cavab 12,3%. Bizdə də şərtində soruşurdu. Deyir ki, yeni suyun duzluğu nə qədərdir? Yeni suyun duzluğu 12,3%'dir. Aydın oldu?